Nəfəs sala bilmirdi, çətinlik idi, hamı gedir də. Prosta həkim düzgün eləməyib. Reklama eliflər, düzgün salmayıblar. Oksigen beyninə çatmayıb. Qalmışıq bax belə çıxılmaz bir vəziyyətdə. Nə maraqlanan var, nə eləyən var, nə sorçan var ki, nə ağardınız, nə elədiniz, heç kəs. İndi də əməliyyat olunasıdır, nə qədər pul lazımdır. 10 min, 20 min pul lazımdır. İndi onda yoxdur pul. Nə maddi, nə mənəvi köməyimiz də yoxdur heç kəsdən. Qalmışıq belə zulüm vəziyyətində. Əməliyyata gedəndə hər hansı problemi var idi? Yox, heç nə yox idi. Özü getdi öz ayağından. Onun əməliyyat olunduğu Medaura klinikasına. Mən 5 aydır buradayam, amma dediyiniz xanım deyilənə görə 6 aydır. Burada olan həkimlər ümumiyyətlə burada işləmir, onlarla bizim əməkdaşlığımız yoxdur. Nigarın Əmli Əliyeva ilə əlaqə saxladıq. Əməliyyat vaxtı kimin səhlənkarlıq ucbatından xanımı vəziyyətə düşüb? Təbii ki, Yaqub doktorun. Onu hamısı bilir, video yazıntısı da var. Tubasyon borunun səhv salması nəticəsində bu hal baş veribdir. Onu Lord Cərrah Yaqub Əsədi ilə əlaqə saxladıq. Aparatın bütün parametrləridir, aparata qoşmasıdır, əməliyyatdan öncəsi, sonrası hamısı onunkudur, onun səlahiyyətləridir, cərrahın səlahiyyətləridir. Bir də Gününüz aydın olsun millət. Demək bu qız gedib, baxırsan özdə kasıb adamdır. İndi istəyib də, xanım da, o da istəyir ki, gözəl görünsün. Ya çəpələyirlik olub, ya məsəl üçün burnunda hansısa bir gözəlliyə zidd olan nəsə bir şey olub. Ona görə gedib əməliyyat elətdirib. Burada nə var ki, kasıba yaraşmır bəyə. Kasıb gözəl ola bilməz, kasıb yaraşıqlı ola bilməz. İnsandır da, baxırsan özdə anasına zada da baxırsan, görürsən ki, abırlı insanlardır, kasıb adamlardır, evin eşiyinə baxırsan ki, kasıb adamlardır. İndi borc xərc kreditlə nə cürsə axırı gedib o məbləği düzəldir. Elib bir mənim imkanım olsa mən də gedərəm burnumda hansısa bir çəpələyliyini və yaxud da nəyisə düzəltdirərəm. Bu yorumlar yazanlar var. Ya hansı ki onların özü onu eləyə bilmir. Əməliyyata getməyə ya imkanı yoxdur. Ya nədirsə axırı bu o paxıllıq, o içində olan paxıllıqlar vurub üzə deyir ki, başlayır orada gic-gic yazırlar ki, yaxşı olub, əcəb olub, Allahın verdiyi gözəlliyə, nə bilim qarşı çıxdın neynədir. Bu qədər Allah adamlarsınız siz. Az olub dindar, möminə xanımlar, mömin qardaşlar hansısa bir problemi, bir kosmetik bir problemi həll ediblər öz üzərində. Yəni hər şey imkana bağlı olan bir şeydir. Burada qəbahət bir şey yoxdur. O qız gedib o bəzi müğənnilər kimi üzr istəyirəm hamıdan, dalını, ora-burasını şişirtməyib. Bu gedib sadəcə burun əməliyyatı elətdirib. Burada qəbahət bir şey yoxdur. Ağzınıza, barmaqlarınıza yiyəli. Allaha xoş gəlməyən hərəkətlər, söhbətlər eləməyin. Allahın ona yazdığı yazıdır. İnşallah ki, Allahdan kömək diləməkdən başqa əlacımız yoxdur. Keçək o bir məsələyə. Bu klinikaya. O baş həkim utanmadan deyir ki, bu hadisə baş verib 6 ay öncə, amma mən 5 aydır gəlmişəm. Yəni bu insan tədbir görməyə belə çalışmır. Hətta bir dilinə ala deyək ki, narahat olmayın, bu hadisə məndən bir 6 ay öncə, yəni 1 ay öncə baş verir. Mən də 5 aydır gəlmişəm, bu hadisə 6 ay öncə. Mən çalışaram, tədbir görəm, cəzasını çəkərlər. Bu klinikanın məsuliyyəti mənimdir. Bu Azərbaycanlıdır, zərər çəkmiş Azərbaycan xanımıdır, qadınıdır. Bu haqda tədbir görərəm. Bunu da dilinə alıb demir. Üstündən atır. Elə bir ki, məsuliyyəti üstündən atır. Ay baş həkim, burada sənin bir şey yoxdur, birincisi. Günah cərrahdadır. Sən niyə bu qədər belə laqeyd, biganə yanaşırsan bu məsələ? Azərbaycanlı deyilsən. Azərbaycanlı desən, sənin xalqın, bu zərər çəkmiş, sənin klinikanda olub bu hadisə. Bu qədər biganə yanaşma, and olsun Allah, nə bilim, bu millətçiliyə, nə bir insanlığa yaraşmır. Keçək o bir məsələyə. Cəmilə xanım. Cəmilə xanım deməli anesteziyologdur, nədir, başım çıxmır, o tibbi sözlərdən ümumiyyətlə anlayışım yoxdur. Atır şeyin üstünə, həkimin üstünə. Bəli, cərrahlıqdır, əsas məsuliyyət cərrahlıqdır. Cərrah nə edir? Cərrah da atır aparatların üstünə. Bu, bilirsiniz, bu absurd, gülməli bir məsələdir. Bir klinikada 3 məsuliyyətli şəxs, üçü də bir-birinin üstünə atır. Elə bir voleybol oynayırlar. Onun üstünə, bunun üstünə, yəni bunlara insan həyatı, bu elədikləri səhlənkarlıq, məsuliyyətsizlik, yəni bunlar üçün heç belə vecinə də deyil da bunların. Ki, yəni bu məsuliyyət birbaşa cinayətdir, insan həyatından oynayırsan, sən cərrahsan, ay Yaqub həkim, sənə həkim demək olarsa, sən cərrahsan, sən hansı bir vicdanla sən onu elədin, səhlənkarlıq elədin və boynundan atırsan. Sənin vicdanın olsa, sən ən azından onu boynuna alıb, bəli öz səhvimdir və bunun cəzasını çəkməyə hazıram və o insanlara təzminat ödəməyə, varını, yoxunu, evini, eşiyini satıb, sən gedib o insanlara təzminat ödüb, o Azərbaycan xanımını xilas eləməlisən. Sən hara lazımdır, istəyir xaricə, hara lazımdır aparıb, o insanı həyata qaytarmalısan, normal vəziyyətə qaytarmalısan. Yoxsa durub atırsan, ay Cəmilə xanımın üstünə, ay aparatın üstünə. Yaxşı, indiyə nə qədər əməliyyatlar elədin. Niyə onları aparatın üstünə atmadın? Niyə demədin ki, aparat xarab idi və yaxud da nə idi? Bu rola, obraza girmək, bu insanlığa sığmayan hərəkətləri nə vaxta qədər davam edəcəksiniz? İraq yaxşı həkimlərdən, mən demirəm Azərbaycanda həkim yoxdur, insaflı vicdanlı həkimlər və o da ki 30%, 70%-niz faşistsiz, cinayətkarsınız, siz cəlladsınız. Hansı ki, vaxt var idi,
qadının, yaşlı bir qadının sağ ayağı kəsilərsə, amputasiya olunması ayağı saxlayıb sol ayağı kəsən həkimlərsiz. Mənim 6 ay içində anamı öldürən həkimlərsiz. Hansı ki anam ürəyində problem var idi. Hamınız dediniz ki, mənlikdir. Çağırdınız, gəldiniz, biri böyrəyini xarab elədi, biri ciyarını xarab elədi. Hansı ki Türkiyədə əməliyyat olmuşdu, hər şeydə normal idi. O mövzuya qayıtmıram. Anam yadıma düşəndə təsirlənirəm. Ona görə qayıtmıram. Yoxsa sizə deyiləcək sözlərim çoxdur. O vaxt belə bir hadisə olmuşdu. Bilmirəm, səhv eləmirəmsə Gəncədə olmuşdu, yoxsa harda olmuşdu. Bir həkim, belə bir qansız bir həkim, deyək ki, pul almamış xəstəni götürmürdü, qəbul eləmirdi. Çöldə də bir uşağı maşın vurub və uşağı gətirib taksi şoferləri, qonşular, çöldə bardakılar gətirirlər, Allah xatirinə gətirirlər ki, həkim bu uşaq gətirmişi, vəziyyəti yaxşı deyil, maşın vurub. Onu əməliyyata girməlidir. Deyir, pulu düzəldin, sonra girmə əməliyyata. Bunlar pulu düzəldənə qədər Allah xatirinə biri 50 atıb, biri 100 atıb, nəsə axır bu əməliyyatın pulunu düzəldiblər. Və vaxt keçib, vaxt zaman keçib, o da o uşaqda qan itirir. Keçib kabinetə, əməliyyat palatasına girib ora, baxıb ki, öz evladı imiş və vaxt keçdiyinə görə evladını itirib. Allah uşağa rəhmət eləsin. Yəni, o həkimin qarşısına Allah çıxardı. Yəni, unutmayın, ay həkimlər, o pula görə insan həyatından oynayan həkimlər, unutmayın ki, o həyat bumerangdır, hərrənib başınıza gələcək. Yəni, onu unutmayın. Mən sizə qarğış eləmirəm, nə balanıza, nə özünüzə. Amma unutmayın ki, məsuliyyətsiz davranış, bir insanın həyatından oynamaq, o birbaşa Allaha xoş gəlməyən hərəkətdir və Allah qarşınıza çıxardacaq. Bunu unutmayın. Allah o xanıma da kömək olsun. Allah ona şəfa versin. Allah xalqımızı, dövlətimizi qorusun. Valla belə bir səhlənkarlığın cəzası birbaşa ən azı 10 il məsuliyyətə cəlb olunmaq və cinayət işi açılıb o insanlar həbs olunmalıdır. Əsas məsul şəxs kimdir? O həbs olunmalıdır. Cavabdeh şəxs kimdir? O həbs olunmalıdır. Mən bu hüquq müdafiələrindən yerinə olsam, o iki şəxsi, Cəmilə xanım indi orada elə bir vəzifədədir ki, o elə də çox məsuliyyət daşımır. Baş həkimdən həmən o Yaqub həkimi birbaşa məsuliyyətə cəlb edib ona cinayət işi açardım. Çünki bu gün bunu eləyən sabah digərini məhv eləyəcək. O birini eləyəcək. Ona görə də müvafiq tədbir görülməlidir ki, digəri də o hərəkəti eləməsin. O Şimali Koreyanın prezidenti var, Kim Chen In, hamı da yaxşı tanıyır, hamı ona başdan xarab deyir. Amma bizim o səhiyyədəki bəzi cəlladlara onu kimi insan lazımdır ki, səhiyyənin başında otursun və astırsın klinikanın qabağından. Astırsın, hansı ki o elə eləyir. Bir həkimin məsuliyyətsizliyi, səriştəsizliyi ucbatından xəstə ölərsə, həmin o Kim Chen In klinikanın qabağından astırır. Əmr verir, astırır. Düzdür ki, Allah bizə ölüm hökmü yoxdur, ancaq belə bir həkimlərə ancaq ölüm hökmü və yaxud da hansısa bir məsuliyyətə cəlb eləmək və həbs lazımdır belə insanlara. Allah xalqımızı qorusun. Allah dövlətimizi, millətimizi qorusun. Allah belə xətəvalardan uzaq eləsin bütün insanlarımızı. Var olun Azərbaycan xalqı.